Salam, hər vaxtınız xeyir, əziz 9-cular. Mart ayının 29-u Dahi Akademinin keçirdiyi 9-cu sinif buraxılış imtahanının riyaziyyat suallarının izahını verək. 57-ci sualda ilk öncə mötərizəni müxtəsər vurma düsturu ilə açaq. Demək, 2 köklü 3-ün kvadratı edəcək 12. Birincinin ikinciyə hasilinin 2 misli edəcək 12 kökdə 3. Üstə gəlinsin 3-ün kvadratı 9. Üstə gələk 12 kökdə 3 bərabərdir. 12 kökdə 3'lər islah olar. 12 üstə gəl 9 cavab edər 21. B variantı. 57-ci sual B variantı. Sual 58. Çevrəsinin dir uzunluğunu tap. Biz bilirik ki, çevrə tənliyi x çıx a kvadrat üstə gəl y çıx b kvadrat bərabərdir r kvadratdır. Və misala diqqət eləsək, görərək ki, radius kvadratının yerində 16 dayanıb. Yəni, buradan çıxır ki, çevrəmizin radiusu 4'dür. Çevrənin uzunluğu bizdən soruşulur. Çevrə uzunluğunun düsturu 2 pi-dir. 2 pi-ni 3 götürmüşük, radiusumuz da 4. Demək, cavab edəcək 24. Düzgün cavab B variantı. Sual 59. O mərkəzli çevrədə AOC bucağı 100 dərəcədir. Şəkildən də görürük ki, AOC bucağı mərkəzi bucaqdır. Bilirik ki, mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Yəni, AC qövsü olacaq 100 dərəcə. Çevrəmiz bütövlükdə 360 dərəcə olduğu üçün AC qövsünə 100 dərəcə düşürsə, demək ki, əks tərəfinə düşəcək 260 dərəcə. Yəni, geri qalan qövsümüzün dərəcəsi olacaq 260 dərəcə. Bizdən soruşulan ABC bucağı isə daxilə çəkilmiş bucaqdır və söykəndiyi qövsdə şəkildən də görürük ki, elə AC qövsüdür. Bilirik ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısıdır. Yəni, bucaq ABC-ni tapmaq üçün 260'ı böləcəyik 2'yə. Cavab edəcək 130 dərəcə. Düzgün cavab D variantı. Sual 60. Bütün 2 rəqəmli ədədlər ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılır. 2 rəqəmli ədədlərin sayı 90 dənədir. Yəni, 10-dan başlayaraq 99'a qədər neçə dənə 2 rəqəmli ədəd var? 90 dənə 2 rəqəmli ədəd var. Yəni, ümumi halların sayı 90'dır. Bizdən deyir ki, çıxarılan vərəqin üzərində hər hansı bir ədədin kvadratı olması ehtimalı və bir də şərtə diqqət eləməliyik ki, 2 rəqəmli ədəddən söhbət gedir. Demək, 2 rəqəmli ədədlərin içərisində ilk 16'dır. Çünki 16 4'ün kvadratıdır. 25'dir 5'in kvadratı. 36 6'nın kvadratı. 49. Sonra gəldik 64. Sonra 9'un kvadratı 81. Artıq 10'un kvadratı 100 eləyir. Yəni 3 rəqəmliyə keçir. Məsələdə bizdən 2 rəqəmli dediyi üçün 1, 2, 3, 4, 5, 6. Demək, əlverişli halların sayıda olacaq 6. 90'dan 6'na ixtisar eləsəm, cavabım edəcək 15'də 1. Düzgün cavab olacaq A variantı. Sual 61. Verilən kəsiri ortaq məxrəc eləyək. Ortaq məxrəci olacaq kök altında 15. Kökdə 15'i tamamlamaq üçün birinci kəsiri kökdə 5'ə vurmaq lazımdır. Demək, kökdə 5'ə. İkinci kəsiri isə surət və məxrəcini kökdə 3'ə vurmaq lazımdır. Kökdə 5'i kökdə 5'ə vuranda kökdə 25, yəni 5. Kökdə 3'ü də kökdə 3'ə vuranda kökdə 9, yəni 3. Yəni nəticədə 8 böl kök 15 alınır. Kök 15'in cavabını A vermişik deyə, demək yekun cavab olacaq 8 bölünsün A. Düzgün cavab Y variantı. Sual 62. Demək, bizdən tələb olunur ki, A ilə B-nin kəsişməsi. Kəsişmə deyəndə biz ortaqlarını götürəcəyik. A ilə B-nin içərisində ortaq element var 3, var 7. B ilə A-nın fərqi isə B-nin içindən A ilə ortaqları çıxacam. 3 ilə 7'ni çıxacam. Yerdə qalacaq 2, 8, 9. Bizdən bu ikisinin birləşməsi tələb olunur. Birləşməsi də 2, 3, 7, 8, 9. Birləşmədəki elementlərin sayını istəyir və sayda olacaq 5 dənə. 62 C variantı. Növbəti sualımız 63. Bərabərsizlik sualıdır. Demək, kəsirdən qutaraq bərabərsizliyin hər tərəfini vuraq 6'ya. 6'ya vuranda, demək, birinci halda qalacaq 4x üstə gəl 10. 6'ya vuranda burada qalacaq 3. Qarşıdaya mənfi ilə nəzərə alsam, mənfi 3x üstə gəl 21 böyükdür. Bunu da 6'ya vursam, edəcək 1.
Demək 4x-dan 3x-i çıxdım x. 10-dan 21-in cəmi 31. Sağ tərəfə keçirsəm 1 çıx 31, yəni -30. -30-dan böyük ən kiçik ədəd isə olacaq -29. Yəni düzgün cavab 63-də D variantı. Sual 64. Tənliklər sistemidir. X, Y hasilini soruşur. İlk öncə birinci tənlikdən ortaq məxrəcə gətirərəm. Ortaq məxrəcimiz X, Y. Demək, birinci qalacaq Y üstəgəl X bərabərdir 8. X üstəgəl Y-in cavabını ikinci tənlikdə 6 verilib. Surətə 6 qoyuram. Bərabərdir 8. Bunu da çarpaz vursam 8xy bərabər olacaq 6-ya, xy də bərabər olacaq 6 böl 8-ə. 2-yə də ixtisar eləsəm cavabım edəcək 4-də 3, yəni 0,75. 64 B variantı. Sual 65. Demək, şəkildə deyilir YF və AC xətləri paraleldir. Sonra 3BF bərabərdir 2FC. Demək, mən bunları K ilə ifadə eləsəm, FC'yə bir 3K desəm, demək, FC'yə 3K desəm, onda BF olacaq 2K. Sonra, məsələnin şərtində trapesiyanın sahəsini verib 21 və bizdən soruşur kiçik üçbucağın sahəsi. Demək, biz bilirik ki, uşaqlar, əgər üçbucağın hər hansı tərəfinə paralel düz xətt çəkmişiksə, yuxarıda qalan kiçik üçbucaq böyük üçbucağın oxşarıdır. Oxşardırsa, uyğun tərəflərin nisbətini yazmalıyıq. Demək, kiçik üçbucağın tərəfi 2-nin, böyük üçbucağın tərəfi 5-ə nisbətinin kvadratı bərabərdir. Kiçik üçbucağın sahəsi S-in, böyük üçbucağın sahəsi S üstəgəl 21-ə. Demək, kvadratı nəzərə alsaq, 25-də 4. Sonra çarpaz vursaq bunu, demək, edəcək 25S bərabərdir 4S plus 84. Demək, buradan 21S bərabər olacaq 84-ə, S bərabər olacaq 4-ə. Demək, bizdən də elə kiçik üçbucağın sahəsini soruşurdu. Onu da şəkildə S ilə işarə etmişəm və cavab olacaq 4. Demək, düzgün cavabımız A variantı. Sual 66. Demək, Y bərabərdir KX plus B xətti funksiyasının qrafikinə əsasən 2K çıx 3B-nin qiymətini tapın. Aha. Demək, xətti funksiyanın buradakı bu B qeyd etmişik ki, əgər qrafik Y oxunu harda kəsirsə, həmən kəsdiyi nöqtə funksiyanın B-si sayılır. Yəni, şəkildən baxan kimi B-ni görmək olur ki, B -3-dür. Digər tərəfdən baxırıq ki, bu qrafik gəlib X oxunu kəsib -1-də. Və bilirik ki, X oxunu kəsdiyi nöqtədə həmən funksiyanın Y olmalıdır 0. Gətirərəm funksiyada Y-in yerinə 0. X-in yerinə -1 qoysam, -1-i K-ya vursam, -K. Üstə gələk, B-nin də əvəzinə -3 qoyacam. Yuxarıda tapıb qeyd eləmişəm. Demək, buradan K bərabər olacaq -3-ə. Demək, B -3, K -3. Məsələdə də bizdən soruşulur 2K, yəni 2 dənə -3, -6. Çıxılsın 3 vur -3. 3-ü -3-ə vuranda müsbət 9, -6 ilə də müsbət 9-un cəmi edir müsbət 3. Yəni, düzgün cavab 66-da edəcək A variantı. Növbəti sualımız 67. Kəsirlərin hesablanmasıdır. İlk öncə mötərizənin içərisini hesablayırıq. Ortaq məxrəcimiz 20, 15, üstə gəlinsin 8. Vurulsun, düzgün olmayan kəsirə keçsəm 23-də 30. 18 ilə 5-in cəmi 23 eləyir. 23-lər ixtisar gedir. Ona ixtisar eləsəm, birinci hissənin cavabı olur 2-də 3. İkinci hissəni də ortaq məxrəc eləsəm 5-də 11, 11-in də tərsi 11-də 1. Bunlar da ixtisar gedir, bu da qalır 5-də 1. Cavablar bizdə onluq kəsirlə olduğuna görə mən də bu cavabları keçirəm onluq kəsirə və ikisinin cəmi soruşulur. Cəmlənəndə də cavab edir 1,7. Düzgün cavab 67-də B variantı. 68. Kəsiri mənasız edən. Demək, kəsirin mənasız olması üçün onun gərək məxrəci 0 olsun. Məxrəci, yəni 0-a bərabər olanda kəsir mənasız olur. Demək ki, X-in 10 qiymətində kəsirin mənası yoxdur. Məsələdə də deyir ki, həmən X üçün verilən kəsirin qiymətini tap. Gətirirəm X-ların yerinə 10 qoyuram. Demək, 2 vur 10, üstəgəl 5. Demək, məxrəc eləyəcək 25, surətimiz də edəcək 15. 5-ə də ixtisar eləsəm 3, 5-ə bölsəm 5. Yəni,
Cavab olacaq 0,6. Düzgün cavab 68-də C variantı. Sual 69. Demək, məsələdə verib ki, BK-nın KC-yə nisbəti 2-nin 3-ədir. 2x, 3x. AKC üçbucağının sahəsi 27-dir. Demək, buranın sahəsi 27-dir. Biz bilirik ki, sahələr tərəflərlə mütənasib bölünür. Yəni, tərəfi 3 nisbətində olan üçbucağın sahəsi 27-dirsə, yəni 9 dəfə fərq verirsə, tərəfi 2 olanın da sahəsi 9 dəfə fərq verməlidir. Yəni, bunun sahəsi olmalıdır 18. Yəni, nisbətləri bərabər olmalıdır. 27-nin 3-ə böləndə 9 eləyirsə, hansı ədəd 2-yə bölsəm 9 eləyər? 18-dir. Demək ki, bu kiçik ABK üçbucağının sahəsi 18-dir. Və məsələdə də bizdən böyük üçbucağı soruşur. Onun üçün də nə edəcəm? 18 ilə 27-ni cəmləyəcəm. Cavabımız edəcək 45. Demək, düzgün cavabımız olacaq A variantı. Sual 70. 40% 30 olan ədədin. Demək, ədədimizin 40% 30-dur. Buradan demək, ədədimiz olacaq 3000 bölünsün 40. Sıfırın birini də ixtisar elədim. Və bunun da deyir 5-də birini tap. 300-ü 5-ə böləndə qalır 60. 60-ı da 4-ə böləndə cavab edəcək 15. Düzgün cavabımız oldu 70'də C variantı. Sual 71. 8A çıx 20 dərəcədir, kör bucaqdır. Kör bucağın dərəcə ölçüsü bilirik ki, 180-dən kiçik, 90 dərəcədən böyükdür. 20-ni bir sağa bir sola keçirsəm, demək burada qalacaq 110 dərəcə, 8A və 200 dərəcə. Hər tərəfi 8-ə bölsəm, 1, demək 30-da 8, 3 dəfə, 24, 60-da da 8, 7 dəfə. Təxminən 13-onda 7. Tam hesablamaya gərək yoxdur. 200-ü də 8-ə böləndə 2 dəfə 16 edir 25. Məsələnin şərtində ən böyük və ən kiçik tam qiymət istəyir. Ən böyük tam qiyməti 24-dür, ən kiçik tam qiymət isə 14-dür. Və bunların cəmi tələb olunur. Cavab edəcək 38, B variantı. Növbəti sualımız 72. Bir üzünün diagonalı 5 kökdə 2 olan kubun həcmi. Kubun bilirik ki, bir üzü kvadratdır. Kvadratın diagonalı 5 kökdə 2-dirsə, kvadratın diagonal düsturu bilirik ki, A kökdə 2-dir. Onda tərəfi olacaq 5. Tərəf 5-dirsə, o deməkdir ki, kubun tili 5-dir. Kubun da həcm düsturu A kubu olduğu üçün 5'in kubu olacaq 125. Demək, düzgün cavabımız 72'də 125 olacaq. Sual 73. Tənliyin köklərindən biri -6 olarsa, tənliyin kökü o deməkdir ki, aparıb x-larının yerinə qoyanda doğru bərabərlik versin. X-ların yerinə -6 qoysam, çıx 30, çıx C bərabərdir 0-a. Buradan C bərabərdir 6-ya. Demək, düzgün cavab edəcək 6. 74'də, demək 25'ə qalıqsız bölünür. Biz bilirik ki, 25'ə bölünmə əlaməti son 2 rəqəminin 25'ə bölünməsi lazım. Yəni, son 2 rəqəmi 5 və x və x-in yerinə 0 dayanmalıdır ki, bunun son 2 rəqəminin əmələ gətirdiyi ədəd 50 olsun ki, 25'ə bölünsün. X-imiz 0'dır. Demək, onda belə çıxır ki, ədədimiz 750'dir. Bu ədədin də 3'ə bölünməsindən alınan qalığı tapmaq üçün bunun rəqəmlərini cəmləyirəm. 4, 3, 7 və 5. Cəmləyəndə edir nə qədər? 14, 19. 19'u da 3'ə böləndə 6 dəfə düşür, qalıq da düşür 1. Yəni 74'də düzgün cavab olacaq 1. Sual 75. Demək, çarpaz vursam, buradan B bərabər olacaq 3A'ya. Birinci halda buradan. Gətirərəm ikinci kəsirdə B'lərin yerinə 3A yazaram. Yəni 3A üstə gəl 3A bölünsün 4A çıxılsın 3A. Surət mənə verəcək 6A, məxrəcdə 1A. A'lar da ixtisara gedəcək. Cavab qalacaq 6. Sual 76. İki nöqtə arasında məsafə düsturu. Bilirik ki, kök altında x2 çıx x1'in kvadratı üstə gəl y2 çıx y1'in kvadratıdır. Bərabərdir. 2'dən -3 çıxanda edər 5. 5'in kvadratı 25. -10 çıx 2. -12 kvadratı 144.
Cəmlədikdə edir 169 və onun da kökü edir 13. Düzgün cavabımız 13 edir. Sual 77. Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi 1440-dır. Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi 180 vurulsun n çıx 2 düsturu ilə hesablanır. Və bu cəmin də cavabını verib bizə 1440. Demək, 0-a 1-ini ixtisar edeyim. N çıx 2-ni tapanda 144-ü bölüm 18-ə. Düşəcək 8. 2-ni də sağa keçirsəm n olacaq 10. Soruşur bizdən diagonal sayını. Diagonal sayının düsturu n vur n çıx 3 bölü 2. N'in yerinə 10 qoysam 10 vur 7 bölü 2. Cavab edəcək 35. 77-ci sualın cavabı 35. Gəldik sual 78-ə. Demək, biz görürük ki, 78-də qrafik x oxunu 2-də və 5-də kəsib. Və qeyd eləmişik ki, x-i kəsəndə y-ləri 0 olmalıdır. Ona görə və eyni zamanda y oxunu da baxırıq ki, 5-də kəsib. Y-i də 5-də kəsibsə, o deməkdir ki, həmən nöqtədə x-i 0 olmalıdır. Demək, bu iki şərti ödəyən funksiya qurmalıyım. X-in yerinə 2, y-in yerinə 5 qoyanda y-i 0 olması üçün ilk öncə vuruqlarımızı yazıram. x çıx 2, x çıx 5. Həqiqətən də x-in yerinə həm 2 qoyanda, həm 5 qoyanda y 0 eləyir. Bunu nəzərə aldıq. Keçirik ikinci şərti yoxlayırıq. İkinci şərtdə də x-in yerinə 0 qoyanda y-in cavabı 5 verməlidir. Biz baxırıq ki, x-in yerinə 0 qoyanda cavab edir 10, amma 5 etməlidir. Onun üçün qarşıya birinə 2-də 1 əmsalı qoyuruq ki, x-in yerinə 0 qoyanda 10, 10-la 2-də 1 ixtisar getsin, y-in cavabı 5 alınsın. Demək, funksiyamız ibarət oldu bundan. İndi mötərizələri vurub açacağım. 2-də 1, x-in kvadratı çıx 7x üstə gəl 10. 2-də 1-i də mötərizəyə vursam, 2-də 1x kvadrat çıx 7-ni 2-yə bölsəm 3 onda 5x plus 5. Onda buradan çıxır ki, a olacaq 2-də 1, yəni 0 onda 5. B olacaq mənfi 3 onda 5. C də olacaq 5. Məsələdə bizdən soruşulur ki, a üstəgəl b, yəni 0 onda 5, üstəgələk mənfi 3 onda 5, çıxılsın, 2 vurulsun 5. Demək, 0 onda 5-dən çıxdım 3 onda 5-i elədi mənfi 3. Mənfi 2-ni də 5-ə vuranda mənfi 10. Toplam cəmi oldu mənfi 13. Demək, misalın yekun cavabı olacaq mənfi 13. Növbəti sualımız 79. Demək, 79-cu sualda düz bucaqlıdır. Daxilində bir bərabər yanlı 3 bucaq verilib. Bərabər yanlı 3 bucağın tərəfləri bizə verilib 26 və A-yerdə 26. Sonra bizə verib bir də YD tərəfi. YD tərəfini verib 20. Demək, mən əgər bu ortadakı üçbucağın sahəsini tapsam, düzbucaqlı üçbucağın sahəsini tapa bilərəm. Demək, buradan bura bir hündürlük çəksək. Bilirik ki, bərabər yanlı üçbucaqda hündürlük həm də mediandır. Qarşı tərəfi böləcək yarıya. 10, 10. Bu çəkdiyim hündürlüyə də bir h desəm, Pifaqor teoremi ilə h-ı taparam. Demək, h kvadrat bərabərdir 26-nın kvadratı çıx 10-un kvadratı. Edəcək 576, h bərabərdir 24. Ondan sonra üçbucağın sahəsini tapacağım. S, A, Y, D. Üçbucağın tərəfi və hündürlüyü bəllidirsə, sahə düsturu 2-də 1 AH. Yəni 2-də 1, 20 vur 24. Bu da eləyəcək 240. Sonra qaydaya görə bilirik ki, düzbucaqlının daxilinə əgər üçbucaq çəkilibsə, bu formada üçbucaq çəkilibsə, bu üçbucağın sahəsi düzbucaqlının sahəsinin yarısıdır. Yəni üçbucağın sahəsi 240-dırsa, onda düzbucaqlının sahəsi üçbucağın sahəsinin 2 qatı olacaq. Yəni cavab olacaq 480. Növbəti sualımız 80-ci sual. Demək, deyir ki, tam dolu çəndəki suyun hamısını bərabər həcmli 15 qaba töksək, demək 15 dənə qab var, bərabər həcmli 15 dənə qab var. Deyir ki, hər qab, demək, hamısını bərabər həcmli 15 qaba töksək, hər qabda 6 litrlik boş yer qalır. Belə deyək, bu qabın ümumi tutumu
x-dırsa, bu 15 dənə qabın hər birinə müəyyən miqdarda su töksək, 6 litrlik boş yer qalırsa, o deməkdir ki, bu 15 qabın hər birində 2/6 qədər su var. Demək, 15 dənə qab və hər birində 2/6 qədər su varsa, onda mən ümumi suyu tapmaq üçün 15-i vuracağım 2/6-ya. Sonra deyir ki, əgər bu qablardan, yəni söhbət bu tutumu x olan qabdan gedir, onunu tam doldursaq, artıq tam doldurmaq o deməkdir ki, x tam doludur. Və bu zaman deyir, bunun 10'u tam dolar, yəni 10 dənə qab tam dolar, əlavə də 40 litr su qalır. Və bu iki ifadəni bir-birinə bərabərləşdirirəm. Demək, onda olacaq 10x plus 40 bərabərdir. Digər tərəfdən də mötərizəni açsam, 15x çıxılsın 90. Buradan olacaq ki, 5x bərabərdir 130'a, x də bərabərdir 26'ya. Demək, cavabımız olacaq 26. Hər bir qab neçə litr su tutur? Cavab verəcək 26 litr su tutacaq. Demək, cavab olacaq 26. Növbəti sualımız 81. 81-ci sualda demək, nə edirik? Kəsirin surətində a kvadrat çıx b kvadratını qruplaşdırırıq. Nöqtəsəl vurma düsturudur. 2a ilə də 2b-ni qruplaşdırıram. Hər birindən də mənfi 2-ni vuruq çıxardıram. Olur a üstəgəl b. Keçsək məxrəcə. Məxrəcdə a kvadrat çıx 4a üstəgəl 4. Bunu qruplaşdırıram. Onda bu 3'ü bir yerdə a çıx 2'nin kvadratı olur. Çıxılsın bir dənə b kvadrat var. O da öz yerində. Surətdən mən təkrar a plus b-ni mötərizə xaricinə çıxardıram. Və nəticədə qalır a çıx b çıx 2. Məxrəci isə vuruqlarını ayırıram. Yəni kvadratlar fərqi ilə. Onda olur a çıx 2 çıx b, a çıx 2 üstəgəl b. Və burada bu kəsirlər ixtisara gedir. A üstəgəl b-nin cavabı 4-dürsə, a üstəgəl b-lərin yerinə 4 qoyuram. Demək, surətdə bir dənə a plus b qalıb, yəni 4. Məxrəcdə də a plus b 4, çıxılsın bir dənə 2 var. Demək, 4 bölünsün 2, yekun cavab edəcək 2. Demək, 81-ci sualın cavabı 2 edəcək.